Ey İran xalqları, sizin hakim molla rejiminiz açıq-aşkar Rusiyaya şəhid dronları verərək Ukraynada xəstəxanaları, uşaq bağçalarını və məktəbləri, dinc əhalini bombalayanda niyə etiraz səsinizi qaldırmırdınız? İndi mənafeyinizə toxunulub deyə bu rejimi günahlandırırsınız. Sizin bəziləriniz bu rejimə layiqsiniz, şəriksiniz. Məhz sizin rejim xarici düşmən obrazı yaratmaqla sizi daxili düşmənə çevirdi. Günahları xarici qüvvələrin boynuna yıxdı. İranı Rusiya səviyyəsinə gətirən elə sizlərsiniz. Şahı devirib şahdan betərini qazandınız. Aşın içinə tökdüyünüz qaşığınıza çıxdı.